Değerli kardeşler, hoş gördük hər birinizi. Yeni bir mənzil təqdimatına gəlmişik. Padmayaqlı yerləşmə yeri o qədər gözəl yerdir ki, bütün yerlərə çox alternativ yerdədir. Nətər, yəni hamısına yaxındır. Bax, bəli gəl qardaş. Yəni bax köhnə bazar. Değerli kardeşlerim, köhnə bazar. Qabaqda biraz gəlsən Heydər Əliyev prospekti. Allah heç kəsə qismət eləməsin. Xəstəxanası, ondan sonra tam mərkəzi hissədə yerləşir. Misir parkına hər tərəfə yaxın bir yerdədir və Padmayaqlı. Keçək mənzilimizə. Daxil olduq mənzilimizə, dedim ki, mənzilimiz Padmayaqlı, qanuni iki otaqlı. Buranın nə üstünlüyü var? Bax belə deyim də. Buranın üstünlüyü odur ki, pervisvet, yəni pervisvet o deməkdir ki, qanuni üç otaq kimi eləyə bilərsiniz. Bütün otaqların qanuni pəncərəsi olmaq şərti ilə. Burada zal otağı gedir. Yəni o başa salmaq evin içində başa salar. Bura qanuni zal otağıdır və giriş hissəsidir. Giriş hissəsini təqdim elə və girişdə sağda, solda üzr istəyirəm. Sanitar qovşağı yerləşir. İndi işıqlanması yoxdur. Gəl bəli qardaş. Bax burada yataq otağıdır. Yataq otağıdır. Maşallah evin pəncərələri çoxdur deyə. Yəni qəşəng proyekt vermək olar və eyvan hissəsidir. 3-cü mərtəbədə. Mərtəbədə 3-dür. Yerləşmə yerində bildiniz ki, bəli qardaş. Gəl mətbəxində çək təqdim elə. Burada mətbəxidir. Mətbəxdən də yataq otağından eyvanın çıxışı var. Və qiymət deməmişəm mən bilən. 950 manatdan, o da eləyir 82 min. 950 manatdan hal-hazırda mərkəzdə Padmayaq yoxdur. Həqiqətən yoxdur. Yəni behi götür gəl, aşağı qiymətdən alıb verəcəm. Sağ olun, var olun.